14 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin və B. Braun şirkətinin birgə təşkilatçılığı ilə qaraciyər transplantasiyasından, anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri mövzusunda tədbir keçirilib. Açıq elan edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Mərkəzi Gömrük Hospitalının böyrək və qaraciyər transplantasiyası əməliyyatlarının sayına görə Azərbaycanda lider olduğunu vurğulayıb. O həmçinin bu sahədə Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzi və icbari tibbi sığorta üzrə Dövlət Agentliyi ilə uğurlu əməkdaşlıq barədə ətraflı məlumat verib. Bildiyiniz kimi, bir neçə həftə əvvəl Azərbaycan səhiyyəsi növbəti öz uğur addımı elədi və burada Tibb Xidmət İdarəsinin Mərkəzi Hospitalın böyrü oldu. İlk dəfə meyit orqanı keçirildi, qaraciyər keçirildi uğurla və sözsüz indi Azərbaycan səhiyyəsi qabağında yeni bir vəzifələr, yeni bir məqsədlər dayanır və çox böyük rol burada həmin transplantasiya keçirilmiş xəstələrin əməliyyatdan sonraki dövrdə onların qulluq, onun reanimasyon xüsusiyyətləri və orada olan anesteziyanın xüsusiyyətləri böyük müzakirə olunacaq. Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsi ilə və Azərbaycan Reanimatoloq Anestezioloq Cəmiyyəti ilə birgə keçirdiyi bugünkü tədbir ən vacib məqamlar müzakirə olunacaq. Hal-hazırda bizim idarə xüsusi metodik vəsait hazırlayır. Çünki bizdə qazanılan nailiyyətlər, bizdə qazanılan deməli bu uğur, biz çalışacağıq ki, Azərbaycanın digər tibb müəssisələrindən bölüşək, öz töhfəsini verək və nəticədə o olacaq ki, həmin əməliyyatlar tək mərkəzlərdə yox, həmçinin də bizim regionlarda da gələcəkdə tətbiq olunacaq. Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkimi, tibb elmlər doktoru Bəxtiyar Musayev, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri Zəhra Vəzirova, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin idarə heyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq Mircəlal Kazimi, reanimasiya və intensiv terapiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov, Mərkəzi Gömrük Hospitalının və müxtəlif tibb müəssisələrinin həkimləri iştirak edib. Onu bildirmək istəyirəm ki, baxmayaraq ki, ilk qaraciyər transplantasiyası canlı donordan Azərbaycan Respublikasında 2008-ci ildə təsadüf edibdir. Lakin uzun müddət, uzun illər bu əməliyyat hər ehtiyacı olan xəstəyə təsvir olsun aparıla bilmirdi. Ona görə ki, böyük bir maddiyyat tələb edirdi. Hətta mən başqa bir çətinlikləri burada vurğulamıram ki, donorun uyğunluğu, ümumiyyətcə donorun tapılması və s. Eyni zamanda da böyük bir maliyyə ehtiyacı tələb edirdi. Ancaq məlumdur ki, mən onu bildirmək istəyirəm sizə. 2023-cü ilin avqust ayından İcbari Tibbi Sığorta Agentliyinin yeni zərfinə qaraciyər transplantasiyası və böyrək transplantasiyası daxil olduğundan və bununla bağlı demək olar ki, bütün xərcləri dövlətimiz qarşılayır və əməliyyatların sayı da bundan sonra artıb da əhəmiyyətli dərəcədə və ehtiyacı olan xəstələr artıq maddi bir problem, maddi bir çətinlik çəkmədən əməliyyata məruz qala bilirlər. Tədbirdə iştirak edən ekspertlər ölkəmizdə orqan transplantasiyası sahəsində əldə olunan nailiyyətlər, 2025-ci il fevral ayında Azərbaycanda ilk dəfə Mərkəzi Gömrük Hospitalında icra olunan meyit donordan canlıya qaraciyər köçürülməsi əməliyyatı, qaraciyər transplantasiyası əməliyyatları zamanı anestezioloqların rolu barədə müzakirələr aparılıb. Bugün Mərkəzi Gömrük Hospitalında keçirilmiş olduğumuz tədbir, qaraciyər transplantasiyasından sonra anesteziya və reanimasiyanın problemlərini müzakirə edəcək, tibbi problemləri. Məsələ burasındadır ki, qaraciyər transplantasiyası tək əməliyyatla bitən bir hadisə deyil. Eyni zamanda əməliyyatın özü, yəni anesteziyası və əməliyyatdan sonraki dövrdə reanimasyon tədbirlərin aparılması ciddi şəkildə önəmlidir.
Bununla əlaqədar olaraq xəstəxanamızın da yetərli qədər iş təcrübəsi var, həm anesteziyoloqların, həm reanimatoloqlarımızın və bugünkü toplantının ana məqsədi də ölkədə artıq ciddi bir şəkildə demək olar ki, hər gün icra olunan bir hadisə kimi özünü təzahür edən qaraciyər transplantasiyası əməliyyatı zamanı və əməliyyatdan sonra xəstənin aparılması həm öz xəstəxanamızın, mərkəzimizin, həkimlərin təcrübəsini paylaşacaq, eyni zamanda bu barədə var olan problemlər və gələcəkdə xəstənin hansı istiqamətdə aparılması məsələləri müzakirə olunacaq. Düşünürəm ki, bu toplantı həm bizlər üçün, eyni zamanda toplantıda, konfransda iştirak edən konfrans iştirakçıları, həkimlər üçün də ciddi şəkildə faydalı olacaq və gələcəkdə eyni zamanda digər tibb müəssisələrində aparılan qaraciyər transplantasiya əməliyyatlarından sonraki dövrdə öz bəhrəsini verəcək. Tədbirin sonunda Azərbaycan Anesteziyoloqlar və Reanimatoloqlar Cəmiyyətinin üzvləri və iştirakçıları şəxsin ölümündən sonra orqanların transplantasiya məqsədi ilə götürülməsinə razılığı formasını imzalayıb.